Ha. Bu gördüğümüz bu böyük ağaçlar elə 91-ci ildən əkilibdir. Allah cəm ölənlərimizə rəhmət eləsin. Şəhid atası Kərimov Kərim Yusufoğlu o kişi əkibdir. Allah ölənlərinə rəhmət eləsin. Şəhidlərimizə Allah bir daha qəni-qəni rəhmət eləsin. Cəm şəhidlərimizdir bizi yaşadan bu yaxşı, xoş yaşayışımız hamısı şəhidlərimizin hesabınadır. Şəhidlərin bünövrəsi bir də təkrar eləyirəm, 20-si yanvardan başlayır şəhidlərimiz və Qarabağ şəhidləri, Qarabağ döyüşçüləri şəhidləri. Allah hamısına rəhmət eləsin. Amin. Könüllü Nəzarətçilər İctimai Birliyinin sədri Təyyar müəllimi buradan salamlayıram. Və Boyat kəndində Şəhidlər Xiyabanına Vidadi, Boyat kənd sakini Vidadi, Zaur ikisi də köməklə su arxını işləyiblər və Şəhidlər Xiyabanına suyu gətirib çıxardıblar ki, yəni bizim borcumuzdur ki, bu Şəhidlər Xiyabanında əkilmiş ağaçlar su içsin və ruhları şad olsun şəhidlərimizin. Allah şəhidlərimizə rəhmət eləsin, qazi və veteranlarımızı qorusun, ruhları şad olsun deyə Vidadi və Zaur Şəhidlər Xiyabanındakı ağaçları suluyurlar. Yəni sağ olsunlar, Allah onlardan razı olsun, ölənlərinə rəhmət eləsin. Bunları da qəşəng bir reklam kimi çək. ...20 yanvar Şəhidlər Xiyabanı 1991-ci ildə Kərimov Məzahir, Həşimov Qafar, Həmzəyev Sabir, Məmmədov Faiq tərəfindən başa gəlmişdi və kəndin, bütün kəndimiz də dəstək olmuşdu. Hər kəsin gücü çatan qədər dəstək olmuşdu. Allah hamısının, kömək olanların, olmayanların hamısının Allah kömək olsun. 20 yanvar Şəhidlər Xiyabanı, yəni 20 yanvar şəhidlərimizin bünövrəsi deməkdir. Şəhidlər bünövrəsi 20 yanvardan başlayır və 44 günlük müharibə veteranları, qəhrəmanları yanından o işləri gördük. Qarabağ müharibəsinin şəhidləri. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazi və veteranlarımızı qorusun. Zabit və əskərlərimizi qorusun. Amin. Çəkilişi aparan Amildir. Allah kömək olsun, Allah canını sağ eləsin. Qardaşı Aqildir. Onlar da şəhidlərimizi sevəndir. Xalqı, vətəni, bayrağı sevəndir. Dövləti, dövlətçiliyi sevəndilər. Allah köməkləri olsun. Hər ikisi də Fövqəladə Nazirliyinin filialında işləyirlər. Allah hər ikisinin ömrünü uzun eləsin, canını sağ eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hörmətlə Kərimov Məzahir, Ağcabədi rayonu Boyat kəndindən.